Salam əziz və dəyərli şagirdlər. Demək, modul tənliklər irrasional tənliklər mövzusunu 61 kimi izah eləmişdi. İndi davamlı aparaq. 62-61-in eyni olduğuna görə izah eləmirik. 63-cü sualdan başlayırıq. 63-cü sualda baxaq bizdən nə istəyir. Demək, deyir ki, tənliyin həqiqi köklərinin hasilini tapın. Yenə baxırıq ki, iki ifadənin hasili sıfıra bərabərdir. Demək ki, biz hər bir ifadəni sıfıra bərabər etməliyik. Birinci, x kvadratı minus 16 bərabərdir 0. X kvadrat bərabərdir 16. X də bərabərdir müsbət 4. X bərabərdir mənfi 4. Yəni, plus minus 4 iki kökümüz var. Sonra keçirik digər 6 üstə gəlinsin 5x üstə gəl x bərabərdir 0 etməliyik. Burada da demək, kökü tək saxlasaq, kök altında demək, burada kökü saxlayırıq solda, x-i keçirik sağ tərəfə, mənfi x. Sonra kökdən azad olmaq üçün hər iki tərəfi yüksəldirik kvadrata. Kvadrata yüksəldəndə kök getdi, qaldı 6 üstə gəlinsin 5x. Mənfi x-in də kvadratı bizə verir müsbət x-in kvadratını. X kvadratı solda olan ifadəni sağa keçirsə, çıx 5x, çıx 6 bərabərdir 0. Burada da çevrilmiş kvadrat tənlikdir. Viyer teoreminə görə köklərinin cəmi müsbət 5, hasili isə bizə verir mənfi 6. Buradan tapırıq ki, bu ədədlər deməli 6 ilə mənfi 1-dir. Demək, 6 var, mənfi 1 var, 4 var, mənfi 4 var. Bizə deyir ki, tənliyin həqiqi köklərinin hasilini tapın. Kökləri dedik ki, həmişə aparıb kök olan ifadədə mütləq yoxlamalıyıq. Demək, 4-ü yoxlasaq, bizim köklü ifadəmiz budur. 6 üstə gəlinsin 5x, üstə gəlinsin x. Birinci burada 4-ü yoxlayaq. 4-ü yoxlayanda baxırıq ki, müsbət cavab alınır. Onsuz da digərini sıfıra çevirir. Yəni, buradan 4-ü 0 kök nəticə verdiyinə görə götürürük. Amma burada da yerinə qoyub yoxlamalıyıq ki, müsbət verir, yoxsa yox. 6 üstə gəlinsin, 4-ü 5-ə vırsaq, müsbət 20. Üstə gəl 4. Yəni, əsas odur ki, kökün altındakı ifadəmiz müsbətdir. İkinci, demək 4-ü götürürük. Həm sıfıra çevirir, həm də kökün altını müsbət edir. Mənfi 4-ü yoxlayırıq. Mənfi 4 onsuz da bu ifadəni sıfır edir. Bir də kökün altındakı ifadəyə baxaq. 6 üstə gəlinsin, 5 vurulsun, mənfi 4. 5-i mənfi 4-ə vuranda mənfi 20 edir. Alınır 6 çıx 20. 6-dan da 20 çıxanda mənfi 14 alınır. Kökün altında mənfi verdiyinə görə mənfi 4-ü atılır. Sonra gəlir 6-nı yoxlamağa. 6-nı digər ifadəyə qoyanda 0 vermir. Demək ki, bu ifadədə 0 almasını ödənməlidir. Biz yerinə qoyanda görürük ki, burada uşaqlar 6 üstə gəl, 5 vur 6, üstə gəl 6. Burada alınır 36 üstə gəl 6. Burada da 6 üstə gəl 6 bizə 12 verir. Yəni, sıfırlaya bilmir. Ona görə 6 kökündə atılır. Mənfi 1 qoyanda kökün altında 6 üstə gəl 5 vur mənfi 1. Üstə gəl mənfi 1. Demək, bu ifadə yerinə qoyulur. Olur 6 çıx 5. Üstə gəl mənfi 1. Bu da bizə verir 1 çıx 1. Həqiqətən sıfıra çevirə bilir. Demək, köklərimiz mənfi 1-dir, 4-dür. Bizdən də bunların hasilini soruşur. 4 vur mənfi 1. Cavab oldu mənfi 4. C variantı. Yenisi də 64-dədir. Köklərin deməli, ifadələrin hər birini sıfıra bərabərləşdirib tapacaqsınız. 64 sizə qaldı. 65. 2 dənə köklü ifadə var. Demək, 2 dəfə biz bunu qüvvətə yüksəltməliyik. Elə birincidən baxırıq ki, kökümüzün dərəcəsi 2 isə, mən birinci bu kökdən azad olmaq üçün hər tərəfi kvadrata yüksəldirəm. Olur onda 16 üstə gəlinsin 3 dərəcədən x kvadratı çıx 5x. Yəni, kvadrat sadəcə böyük kökü qıra bilir. İçindəki ifadə qalır. Bərabərdir. 4-ün kvadratı da bizə verir 16. Baxırıq ki, 16 sağda da var, solda da var. İslah olundu. Qaldı 3 dərəcədən x kvadratı çıx 5x bərabərdir 0. 0 oldu. Kökün ifadənin nəticəsi 0-dırsa, qiyməti 0-dırsa, onda kök altı ifadəmiz də 0-dır. Burada da x-i çıxardanda mötərizə xaricinə
x vur x çıx 5 sıfırdırsa, yəni hasilin sıfır olduğuna görə hər bir ifadəni sıfıra bərabərləşdirməliyim. Bir kökü 0 tapdıq, digər kökü də bu tənlikdən 5 tapdıq. 0 və 5. Tənliyin köklərinin cəmini tapın deyir. Deməli 0 qoyanda da 5 qoyanda da bu kökün özündən tapdığına görə ödəyəcək və bunların da cəmi 0 üstəgəl 5 bərabərdir 5B variantı. 66-cı sualda eynisidir. Özünüz qeyd edərsiniz. 67-yə baxaq. 67-də nə dedik? Dedik ki, əgər cəm və hasil sıfıra bərabərsə, bu ifadələrin hər birini sıfıra bərabər etməliyik. Birinci x kvadratı üstəgəl x çıx 20-ni sıfıra bərabərləşdiririk və bir də x çıx 4-ü sıfıra bərabərləşdiririk. Buradan baxırıq ki, cəmi V teoreminə görə cəmi x-in əmsalının əksini, yəni mənfi 1 verməlidir. Hasili isə mənfi 20 verməlidir. Bunlar da mənfi 5 ilə 4-dür. Buradan demək köklərimizi dairəyə alaq və digər buradan x bərabər 4-ü götürək. Deməli biz elə bir nəticəni götürməliyik ki, hər ikisini ödəsin. Hər ikisini ödəyən cavab da təbii ki, görünür ki, 4-dür. Demək cavabımız olacaq 4. Hər iki kökü birdən sıfıra çevirən cavabı götürürük. 68 sizə qalır. 69 da demək olar bunun kimidir. Yenə də yazaq. Burada isə hasil sıfırdır, yəni də hər birini sıfıra bərabərləşdiririk. Yəni x çıx 2-ni də, kökü də. X çıx 2-ni də sıfıra bərabərləşdiririk. X kvadrat çıx 4x plus 3-ü də sıfıra bərabərləşdiririk. Burada x bərabərdir 2. Burada isə deyirik ki, V teoreminə görə cəmi müsbət 4, hasil isə müsbət 3 verən ədədlər. 3 və 1-dir. İndi burada deyək ki, mənim axı ortaq yoxdur. Uşaqlar, ortağı nə vaxt götürürsünüz? Ortağı ortada toplama işarəsi. 68-ə baxın, toplama işarəsi idi. Toplama işarəsi olanda mütləq ki, hər ikisini də birdən sıfıra çevirəni götürməlisiniz. Amma vurmada ayrı-ayrı da götürə bilirik. Yəni biri sıfıra çevrilə bilirsə, avtomatik hasil də sıfıra çevriləcək. Ona görə burada 3 kökün 3-ünü də götürəcəm. Amma bir dənə kökdən tapılmayan, yəni digər ifadədən tapılan qiyməti gətirib kökün altına yoxlayaq ki, görək mənfidir yoxsa yox. Biz digər ifadədən 2 tapmışdıq. 2-ni gətirib kökün altına yoxlasaq, 2-nin kvadratı, baxın buradan x kvadrat çıx 4x plus 3-dən 2-nin kvadratı çıx 4 vur 2 üstəgəl 3. Görək bu bizə neçə verəcək? 2-nin kvadratı 4 üstəgəl 8, daha doğrusu çıx 8 üstəgəl 3. 4-dən 4-lə 3 toplasaq 7, 8-ə çıxsaq mənfi 1. Demək, 2 kökü çöldən baxanda birinci ifadədən ifadəni sıfır eləyir. Amma kökün altındakı mənfi verir. Mütləq kökün altında mənfi alındırmamalıdır. Ona görə də kök 2 olan kökü atırıq. Yalnız 3 və 1 qalır. Cavabımız olur C variantı. Diqqətlə baxsaq, A variantında həm 1, həm 2, həm 3-ü verir. Yəni tələsməyik. Mütləq ki, kökdən kənarda tapılan kökləri mütləq kökün altını yoxlayıb, onun mənfi verib vermədiyini yoxlamaq lazımdır. Mənfi verirsə o kökü götürmürük. 71-ci suala baxırıq. 71-də tənliyin köklərinin cəmini tapın. Demək, bu ifadədə 2x üstəgəl 5 modulda bərabərdir 3 modulda x. Ümumiyyətlə dedik ki, 2 modulda ifadə görsək, onların hər iki tərəfini kvadrata yüksəltmək olar və yaxud da bir dəfə sağ tərəfi mənfi, bir dəfə də müsbət götürmək olar. İndi biz bunları kvadrata yüksəltsək, ümumi yüksəldirik. Burada olacaq, demək, 4x-in kvadratı üstəgəl 2-ni 2-yə vurdıq 4, 4-ü 5-ə vurdıq 20x üstəgəl 5-in kvadratı 25 bərabərdir. Bu da 9x-in kvadratı alır. Bu 9x kvadrat böyük olduğuna görə soldakıları sağa ataq. 9-dan 4-ünü çıxanda 5x kvadrat çıx 20x çıx 25 bərabərdir 0. Görünür ki, hər tərəf 5-ə bölünür. 5-ə bölsək, alaraq x kvadratı çıx 4x çıx 5 bərabərdir 0. V teoreminə görə cəmi 4, hasili isə mənfi 5 ilə ədədlər 5 ilə mənfi 1-dir. 5 ilə mənfi 1-dən indi bizə deyir köklərinin cəmini tapın. 5 də qoysaq, mənfi 1 də qoysaq ödəyəcək. Çünki hər iki tərəfdə modul var, hər iki tərəfdə də müsbətə çevirir. Yenə də istəsəz tam dəqiqliyi üçün, arxayınlıq üçün yoxlaya bilərsiniz. Birinci modula qoysaq 2 vur 5 üstəgəl 5
bərabər 3 vurulsun, digərinə qoysaq 5. Demək, bu da 15 eləyir, bu da 15 eləyir. Demək, 5 həqiqətən ödəyir. Mənfi 1 də qoysaq, 2 vur mənfi 1 üstəgə 5. 3 vurulsun, modulda mənfi 1. Burada oldu mənfi 2 üstəgə 5, 3 verir. Burada da mənfi 1-dən müsbət 1 çıxır, 3-ə vuranda 3 alınır. Demək ki, bizim hər iki kökümüz ödəyir. Köklərin cəmini soruşur sadəcə. 5 ilə mənfi 1-i toplayanda mənfi müsbətə dəyir, çıx olur. 5-dən də 1 çıxanda cavab olur 4. 72-ni də özünüz işləyəcəksiniz. İndi 73-ə baxaq. Bu misalda uşaqlar, demək, baxırıq ki, 2 dənə kök verilib, cəmi verilib və bir dənə də cavabda kök verilib. Elə eləməliyik ki, bu köklərin ödəyən bir x tapmalıyıq. Burada belə deyirik ki, əvvəla kökün şərti nə idi? Kökün həlli olması üçün, mənası olması üçün o böyük bərabər 0 olmalıydı. Onda birinci kökdən tapılır ki, x böyük bərabərdir 5-dən. İkincidə isə 4x böyük bərabər 0, mənfi x sağa keçir, olur x kiçik bərabər 4-dən və sonuncu ifadədə x böyük bərabər 0 desəm və mən bunu interval üzərindən göstərsəm, birinci 5-dən böyük bərabərdir, gedirik müsbət sonsuzluğa doğru. İkinci 4-dən kiçik bərabərdir və üçüncü isə 0-dan böyük bərabər. 0-da burada qeyd edək, 0-dan böyük bərabər. Ümumiyyətlə biz bərabərsizlik mövzusundan bilirik ki, biz 3 dənə bərabərsizlik verilibsə, bərabərsizlik sistemi kimi baxırıq buna və hər 3 tənliyin, 3 belə tənliyin deyək də, kökləri verilibsə, yəni intervalda hər 3 bərabərsizliyin kəsişdiyi yeri götürməliyik. Amma burada 3-ün də kəsişdiyi yeri yoxdur, 2 kəsişmə yeri var. Yəni 0-4 arasında 2 dənə kəsişmə var, yəni həm yuxarıdan, həm aşağıdan ştrixlənib. Bir də 5-dən müsbət sonsuzluq, həm yuxarıdan, həm aşağıdan. Yəni 3 dənə ştrixlənmiş hissəmiz yoxdur. Ona görə biz ancaq bu qara olan nöqtələri, yəni içi doldurulmuş nöqtələri götürməliyik. 0, 4, 5. Bunları da kök olduğuna görə yoxlamalıyıq. 0-ı qoyanda baxırıq ki, misalın özündə axırdakı kökü ödəyir, amma birinci kökü ödəmir. Çünki 0-dan 5 çıxan kimi mənfi 5 alınır. Ona görə bu ödəmir. 4-ü qoysaq ikinci kökü 0-a çevirir, amma birinci kökdən yenə də mənfi alınır, götürmürük. 5-i isə qoysaq, birinci kökü 0-a çevirir, amma ikinci kökü 4-5 mənfi edir. Ona görə bu kökləri götürmürük. 3 kökümüz var. Onlar da ödəmədiyinə görə deyirik ki, bu tənliyin kökü yoxdur. Yəni, elə bir ədəd yoxdur ki, hər üçünü də eyni zamanda 0-a çevirsin. Kök bilirik ki, tənliyi 0-a çevirən qiymətidir. 73 dedik. Demək olar 74 də eynisidir. Yəni, bu tip misal gördük, deyəcək ki, kökü yoxdur. Üçün də eyni vaxtda 0-a çevirən kök yoxdur. 75-ci suala baxırıq. 75-də bizə deyir ki, A parametrinin hansı qiymətində bu tənliyin həlli açıq 3-dən müsbət sonsuzluğa olar. Biz bu tənliyi işləsəydik, ümumiyyətlə belə bir misallar var ki, x modul x-dan, əgər müsbət x çıxıbsa, belə deyək, yəni modul tənliyi həll edəndə biz buna deyirik ki, demək ki, burada x böyük bərabər 0. Çünki nəticəmiz müsbət çıxıb. Ona görə müsbət şərt verildi. İndi biz burada baxırıq ki, x üstəgənilsin 2a çıx 18, cavabda da x üstəgənilsin 2a çıx 18. Demək ki, işarələr dəyişmədiyinə görə, onda elə çıxır ki, x üstəgə 2a çıx 18 böyük bərabərdir 0 şərti daxilindədir. İndi biz burada özümüz həll eləsəydik, x böyük bərabərdir mənfi 2a üstəgə 18 yazardıq. Yəni 2a-nı 18 sağa atardıq. Və bizim cavabımız olacaqdı belə. Bu tənliyin həlli belə olacaqdı. Mənfi 2a üstəgə 18-dən müsbət sonsuzluğa kimi. Və bu bizə deyir ki, tənliyin həlli açıq 3-dən müsbət sonsuzluğa kimi. Demək ki, bizim tapdığımız mənfi 2a üstəgə 18-in yerində şərtdə açıq 3 verilib. Onda elə çıxır ki, bunlar eyni ədədi göstərir və bunlar bərabərdir. Yazırıq onda ki, mənfi 2a üstəgə 18 bərabərdir açıq 3-ə. Mənfi 2a-nı sağa ataq, mənfi 3-ü sola ataq. Demək, mənfi 2a sağa getdi, oldu a üstəgə 2a. Mənfi 3-ü sola getdi, müsbət oldu 3. 3 sayımız 21-dirsə, a da bərabərdir 7. A-mız oldu 7, cavab oldu B variantı.
71-ci sual. Bu tənliyi həll edin. Yenə tənliyə baxırıq, köklər var. Əslində burada variant odur ki, yapıb yerinə qoymaq olar. Məsələn, 0 yerinə qoysaq, qapalı sual olduğuna görə yerinə qoymaqdan istifadə edin. 1 çıx 0, 1 verir. Üstünə 0 gəlsə yenə 1, kökdən də 1 çıxacaq. Burada da x-ə 0 versən, cavab 1 olacaq. Elə burada cavabımız A variantıdır. Bəs məndən həllini tələb eləsə nə etməliyəm? Həllini tələb eləsə hər iki tərəfi kvadrata yüksəltməliyik. Hər iki tərəfi kvadrata yüksəldək əvvəlcə. Yüksəldəndən nə anlaşılır? Kvadrat birinci böyük kökü apardı. Qaldı x üstəgəlsin, kökün altında 1 çıx x bərabərdir. Digərini yüksələndə 1 üstəgəl 2 vurulsun 1 vur kök x olur 2 kök x. Bir də kök x-in kvadratı olur x. Burada baxırıq ki, x-lar sağda və solda var. Getdilər. Qaldı əlimizdə kök altında 1 çıx x bərabərdir. 1 üstəgəlsin 2 kök altında x. Yenə bunun hər iki tərəfini yüksəldik kvadrata. Ünlü formada. Kvadrat kök apardı 1 çıx x. Burada yenə də 1 üstəgəlsin 2-ni vursaq 1-ə 2. 2-yə davamda 4 kök altında x üstəgəlsin. Burada da olur 4x. Sonra buradan baxırıq ki, nə edə bilərik? Mənfi x-i birlər buradan islah olundu. Mənfi x sağa atsa olacaq müsbət 5x plus 4 kök altında x bərabərdir 0. Kök x-i ötəcək xaricdən çıxarsa qalacaq 5 kök altında x plus 4. Elə bilin ki, bu x-i uşaqlar kök kimi ifadə eləsəydik, olacaqdır kök altında x-in kvadratı. Yəni hər bir x-i kök altında x-in kvadratı kimi göstərmək olar. Ona görə kök x-i ortaq çıxartdım. Bərabərdir 0-a. Hasil 0-a bərabər olduğu üçün hər birini 0-a bərabərləşdiririk. Bir kökümüz oldu 0. Bir kökümüzü tapaq. 5x. 5 kök x üstəgəl 4 0-sa 5 kök x bərabər 4-ü sağ atdıq -4. Burada heç bölməsəydə görür ki, kökün nəticəsi mənfidir. Ona görə bu tənliyin həlli boş çoxluqdur. Yalnız 0 tapırıq. Yəni ya belə işləməlisiniz, ya da qiymətləri yerinə qoymaqla tapmaq olur bu tip misallar. 77-də də birinci asandan başlayaq. 0 qoysaq 1 çıx 0 1 eləyər. 0 da qoysaq burada 0 çıx 1 artıq işlər körləndir. Çünki 0-dan 1 çıxanda artıq -1 alınacaq. -1 də kökün altında mənası olmur. İndi siz burada məcbursunuz ki, artıq bunu işləyəsiniz. Çünki cavablar da kəsirli cavablardır. Ona görə biz bunu yenə işləyək. Çünki digər biraz asandır. Yüksəltdik kvadrata, kvadrat kök apardı. Qaldı x çıx, kökün altında 1 çıx x. Burada da 1 çıx, 2 kök altında x üstəgəl kök x-in kvadratda x. X-lar getdi. Qaldı əlimizdə mənfi. Gəlin belə eləyək. Bu mənfinin hər tərəfi -1-ə vuraq. Kökün qabağı müsbət olsun. Oldu kök altında 1 çıx x bərabərdir. Sağ tərəfi də mənfiyə vuranda -2 kök x müsbət olacaq. Birinci bunu yazıram. 1 isə mənfi olacaq. Çıx 1 yazıram. Sonra tezdən bunun hər iki tərəfini kvadrata yüksəldirəm. Yüksəldəndə kvadrat kök apardı. 1 çıx x bərabərdir. Burada da 4x çıx 4 kök altında x üstəgəl 1. Buradan mənfi x-i sağa atsaq, birlər onsuz yenə gedir. Olacaq 5x çıx 4 kök altında x bərabərdir 0-a. Buradan yenə baxın x-i belə yazın 5 kök x-in kvadratı kimi göstərsəm, belə daha aydın görə bilərsiniz ki, hər ikisində kök x var. Kök x-i çıxartdıq, qaldı 5 kök x çıx 4 bərabər 0. Yenə hər birini 0-a bərabərləşdiririk. X bərabərdir 0. Bir də 5 kök x çıx 4 bərabərdir 0. Buradan da 5 kök x bərabər -4-ü sağa atsaq müsbət 4. Müsbət olduğu üçün davam elətdiririk. 4-ü böldük 5-ə. Kök x budursa, yenidən kvadrata yüksəldik ki, kökdən azad olaq. Onda x də bərabərdir 16/25. Ya 0 var, ya 16/25 var. 0-ı qoyanda gördük ki, ödəmir. Çünki burada 1 çıx 0 1 verir. 0-dan da 1 çıxanda -1 verir. -1 də kökün altında ola bilməz. Ona görə 25-dən 16-nı götürürük. Cavabımız olacaq D variantı.
10-cu sualda bu tənliyin köklərinin kvadratlarının cəmini tapın. Bu tənliyin köklərinin kvadratlarını tapmaq üçün artıq görürük ki, kvadrata yüksəltmək lazımdır. Amma bir diqqətlə baxın ki, burada bir-birinə uyğun gələn hallar var. Baxın, burada kök 10 plus y-dir, bu kök 10 minus y-dir. Gəlin bunu ataq sol tərəfə, işimizi biraz yüngülləşdirək. Çünki bir-birinin qoşmasıdır, nəsə orada rahat bir ifadə alına bilər. Burada sağdakı kökün işarəsi mənfidir, sola keçdi, orada müsbət, kökün altında 10 çıxır y. İçəridəki işarəni dəyişməyib, sadəcə kökün qabağındakı işarəni dəyişirik. Bərabər kök altında 20. İndi sağdakı və soldakı ifadəni ümumi formada kvadrata yüksəldirik. Buna sanki A kimi, buna sanki B kimi baxsaq, müxtəsər vurma düsturuna görə birinci kökün kvadratı, yəni kök 10 plus y-in kvadratı plus 2 vurulsun kök 10 plus y vur kök 10 minus y plus bir də kök 10 minus y-in kvadratı. Bərabərdir kök 20-nin də kvadratı kvadratla gedir kök, qalır 20. İndi buradan o tərəfə baxaq görək. Köklər kvadratlarla getsə qalır 10 plus y üstəgəl 2 vurulsun. Bu da kökün altında müxtəsər vurma düsturuna görə kvadratların fərqini verir. 100 çıx y-in kvadratı üstəgəl. Burada da qalır 10 çıx y bərabərdir 20. Buradan görünür ki, kök y-lər islah olundu. Daha doğrusu y-lər islah olundu. Onun üstünə 10 gələndə verin 20 alınır. Sağda da 20 var. 20'lər də belə islah olunur. Qaldı 2. Kökün altında 100 çıx y-in kvadratı bərabərdir 0. Əgər hasil 0-a bərabərsə, onda kökün qiyməti 0-dır. Onda 100 çıx y kvadratımız 0-dırsa, y kvadratımız müsbət 100. Y də bərabərdir müsbət, bir də mənfi 10. Müsbət 10, mənfi 10. Bizdən nə sual soruşur, baxaq görək. 78-də köklərinin kvadratları cəmini tapın. Kökləri 10 ilə mənfi 10-dur. Bir dənə yoxlayaq uşaqlar, mütləq yoxlamalısınız. Müsbət 10 qoyanda birinci kökün müsbət, ikinci kökün müsbət, üçüncü kökünü 0 verir, problem yoxdur, ödəyir. Mənfi 10 qoyanda birinci kökün 0 verir, ikinci kökün müsbət deməli 20 verir. Bu da kökün altındakı ifadəni mənfiyə çevrilir. Ona görə köklərimiz 10 ilə mənfi 10 hər ikisini götürürük və bunların bir kvadratlarının cəmini tapın. Onun kvadratı 100, mənfi 10 da kvadratı 100. Cavabımız oldu 200. C variantı. 79 da eyni, bu səfər tənliyin köklərinin cəmini tapın. İndi burada həll edib, yenə eyni versiya ilə işləyəcəksiniz. Kök 2 plus x atacaqsınız sol tərəfə və hər iki tərəfi yüksəldəcəm kvadrata. Yəni bunu da yazaq istəyirsiniz. Burada çünki 2-ni köksüz verib, bayaq kök 20 ilə vermişdim. Yəni bunu da işləyək, görün nəticə necə olacaq. Çıxılsın idi burada kökün ifadəsi sağda. Biz onu sola atırıq. Olur üstə gəlinsin. 2 üstə gəl x bərabərdir 2-yə. Hər iki tərəfi dediyim kimi kvadrata yüksəldirik. Əslində burada daha da rahat işləmək olardı. İndi belə oldu. Keçirtmədən də kvadrata yüksəltmək olardı. Burada oldu 2 çıx x üstə gəlinsin 2 vurulsun. 2 çıx x vurulsun kök altında 2 üstə gəl x. Burada aslında mötərizəni yazmasa da olar. Üstə gəlinsin 2 üstə gəl x-in kvadratı. Bunu bir dəfəlik yazaram. 2 üstə gəl x bərabər 2 ilə kvadratı 4. Burada x-lar islah oldu. 2 ilə 2-nin cəmi 4 verdiyinə görə bunlar da islah oldular. Sağdakı 4 ilə qaldı. 2 vurulsun kökün altında 2-ni vurduq. Deməli 4 çıx x-in kvadratı bərabər 0. Hasil 0 olduğu üçün 4 çıx x kvadratımız da 0-dır. X kvadratı bərabər 4, x də bərabərdir. Olacaq plus minus 2. Bizdən soruşur ki, tənliyin köklərinin cəmini tapın. Biri müsbət 2-dir, biri mənfi 2-dirsə, müsbət 2 ilə
mənfi 2-nin cəmi islah olunurlar 0 verir. Yəni əksəriyyətlərin cəmi bilir ki 0 verir. 80, 81 eyni misallardır. 80'ı siz yazarsınız. Asan cavabları var. 81 mən sizə kömək edeyim ki, çünki cavabda kəsir var. Necə işləyəcək? Dedik ki, 2 dənə modul görsək, kvadrata yüksəldirik. Əslində uşaqlar, kvadrata yüksəltməli olar. Birinci yol odur. İkinci yol da odur ki, bir dəfə sağ tərəfi müsbət götürür modul qaydasına görə. Bir dəfə mənfi. Gəlin bu səfər bu yoldan gedək. Yazılır 7-2x, bir dəfə 6-x olduğu kimi yazılır. Bir dəfə də sağdakı ifadənin işarələrini dəyişirik. 6-ın yerinə mənfi 6 üstəgə x. Yəni sağda nə varsa elə ki, həmin ifadənin mənfiyə vurulmuşunu yazırıq. Burada mənfi 2x-i sağa atsaq, olacaq müsbət x. Çünki mənfi x belə yazsan üstəgəl 2x olur. 6 da sola keçəndə 7-6 olur. Burada müsbət x bərabərdir 1 tapıldı. İndi burada mənfi 2x geçsə sağa x üstəgəl 2x olur. Mənfi 6 sola gəlsə 7 üstəgəl 6 olur. Olur 3x bərabərdir 13, x də bərabərdir 13 bölü 3. İkinci kökümüz də budur. 1 ilə 13 bölü 3 belə cavabda D variantındadır. Yəni kvadrata yüksəltməsəz olar. 2 dənə modul olanda. Sağını bir dəfə müsbətini, bir dəfə mənfisini götürə bilərik. Bəs burada nə edəcəm? Gəlin baxaq. Misal biraz qorxunc görsənir, amma belə tip misallar asan olur. Əsas tipini tanıyın. Fikir verin kökün altındakı ifadəyə. Kökün altındakı ifadə əslində kök altında x çıx 2-nin kvadratıdır. Biz də bilirik ki, kvadratla kök ixtisar gedəndə bu ifadə modul içində çıxacaq. Yəni yuxarıda oldu 2 çıx x, aşağıda oldu modulda x çıx 2. Üstə gəlinsin, bunu da olduğu kimi hələ ki yazaq, bərabərdir 1-ə. Bəs bundan sonra nə etməliyəm? 2 çıx x, x çıx 2, x də modulun içindədir. Modulun içində olduğuna görə bunlar üçün fərqi yoxdur. Yəni yeri dəyişib ya dəyişməyib. Ona görə bunlar ilə ixtisar gedir. Yəni modul x çıx 2 əslində modul 2 çıx x-lə eyni bərabərliyi verdiyinə görə burada 1 alınır. Bu 1 ilə də 1 gedər, islah olunar, qalar kök altında 4 çıx x kvadratı bərabərdir 0. Onda 4 çıx x kvadratı da bərabər 0, x kvadratı bərabərdir 4, x də bərabərdir müsbət 2, bir də mənfi 2. Məndən soruşduğu isə tənliyi həll edindir. İndi mən burada demişik ki, ifadələrdə mütləq ki, əgər köklü ya da kəsirli bir ifadə varsa, tapdığın kökləri yoxlamalısan. Birinci 2-dən başlayaq. 2-ni harada yoxlayırıq? Birinci məxrəcdən başlayaq. Məxrəcə qoysaydıq 2-ni. Olacaqdı kökün altında. Elə məxrəcə belə qoymasa da modullu formada qoysaq. Modullar x çıx 2-də bizdə. Ora 2 qoyan kimi 2 çıx 2 bizə verəcək 0. Məxrəcdə nə olmalıdır həmişə? 0-dan fərqli olmalıdır. 0 alındığına görə kəsrin mənası yoxdur. Yaza belə. Kəsrin mənası yoxdur. Ona görə 2 kökünü götürmürük. Burada da görürsünüz 2 qoyanda yəni 0 verir. Mənfi 2-ni qoyanda isə mənfi 2 0-a çevrilmir. Həm də digər 4 çıx x kvadratı kökündə mənfiyə çevrilmədiyinə görə cavab olaraq mənfi 2-ni götürməliyik. C variantı. Gəlir 84-cü misal. 84 tip, yəni hansı tip misaldır? Əvvəlcə onu yadda saxlamaq lazımdır. Fikir verin uşaqlar, digər x-lar modulda deyil, bir dənə yalnız ortada modul var. Yəni misalın bir ümumi özü modulun içində var. Bir də var ki, dəyişənlərin bəziləri moduldadır, bəziləri modulsuz. Bu tip misalı görsəz, demək biz modula belə bir yanaşma eləyəcəyik. Bir dəfə müsbət kimi, bir dəfə də mənfi kimi açmalıyıq. Birinci müsbət kimi açsaq, x kvadratı üstəgəl 2x çıx 3 vurulsun. Elə bir x plus 1-ə müsbət adi mötərizə kimi yazıram ki, başa düşməyimiz üçün. Bir dəfə belə baxıram. Bir dəfə də aşağıda yazıram x kvadratı üstəgəl 2x. Bu modulun qabağında modula ki mənfi baxıram. Bunun qarşısındakı işarəyə təsir edir mənfi işarə. Olur müsbət. Yəni qarşısındakı işarəni dəyişirəm.
Başqa heç bir işarəyə əl vurmuram. Sadəcə modulun qarşısındakı işarənin müsbət ya da mənfi olduğuna fikir verirəm. Demək ki, bunu bərabər 0 verib. İndi biz bunu açsaq belə bir şey alardıq. X kvadratı üstəgəl 2x çıx 3x çıx 3 üstəgəl 3 bərabər 0. 3'lər gedir, qalır x kvadratı çıx x bərabər 0. Buradan bizə deyir ki, köklərinin cəmini tap. Burada köklərin cəmi Viet teoreminə görə elə görünür ki, x-in əmsalı mənfi 1-dir. Biz onun əksi olan 1-i götürdük. Gəlirik burada indi açmağa. Açsaq x kvadratı üstəgəl 2x üstəgəl 3x üstəgəl 3 üstəgəl 3 bərabər 0. Burada da alınır x kvadratı üstəgəl 5x üstəgəl 6. Və burada da Viet teoreminə görə köklərin cəmindən söhbət gedir. Baxırıq ki, bizim kökümüz burada müsbət 5-dir, amma biz mənfi 5 yazmalıyıq. Kökümüz deyəndə daha doğru yəni köklər cəmi. Demək, burada köklər cəmi mənfi 5-dir, yuxarıda isə 1 idi. Bu köklərin cəmi ümumi soruşduğuna görə yuxarıdakı demək 1 ilə mənfi 5-i toplanmalıyıq. Mənfi 5-in üstünə 1 gələndə cavab olur mənfi 4. Əslində buradan fikir verin, görmək olur. Yəni x ancaq buradadır deyə 2-dən bir dəfə 3-ü çıxırıq. Bax, onu da izah edeyim. Daha qısa variant, yəni bu tipdə. 2 çıxış mənfi 1 verir. Bir də 2 üstəgəl 3-ə baxırıq. 2 üstəgəl 3 də 5 verir. Biz amma əksini götürürük bunların. Mənfi 1 isə 1, 5 isə mənfi 5 Viet teoreminə görə. Bunların da cəmi bizə verəcək mənfi 4. Eyni ilə də 85-də fikir verin. Mənfi 2 ilə mənfi 3 isə bir də mənfi 2 çıx 3 eləyir mənfi 5. Bir dəfə mənfi 2 üstəcə 3 olacaq. Bu da olacaq 1. Yenə bunların əksini götürürük. Viet teoreminə görə cəm deyəndə mənfi 5 isə müsbət 5, 1 isə mənfi 1. Bunların da cəmi bizə verəcək müsbət 4 C variantı. Amma açıqlamasını yuxarıda verdim. Yəni bu cür 84-dəki kimi açıqlamasını yaza bilərsiniz. 86-ya baxaq. Tənliyin köklərinin hasilini tapın. 86-da. 86-da uşaqlar fikir verin, x kvadratı bərabərdir 1 çıx 2x kvadrat yazılır. Biz dedik ki, modul görəndə bir dəfə müsbətini götürün, bir dəfə mənfisini, düzdür. Amma burada fikir verin, sol tərəfə x kvadratdır. Kvadrat mənfi onsuz ola bilmir də, düzdür. Ona görə biz yalnız hansalına baxmalıyıq, müsbət alınır. Yəni x kvadratı bərabərdir 1 çıx 2x-in kvadratına. Bu sola keçsə, olacaq x kvadratı plus 2x-in kvadratı bərabərdir 1. 3x-in kvadratı bərabərdir 1, x-in kvadratı da bərabərdir 3-də 1-ə. Buradan da tapsaq x bərabərdir plus minus kökün altında 1/3-ə. Köklərinin hasilini soruşur. Əslində burada yəni yazdığımıza görə 1/kökçü mənfi 1/kökçə vurmaq olar daha doğrusu. Olacaq bizdə köklərin hasilini soruşur da bizdən. Düz olmuşam mı? 3-də 1. Burada eləyəcək mənfi 1/3. Bu belə. İndi burada əslində biz dedik ki, mənfi verə bilməliyik, amma kvadratı var da, onsuz kvadrat onu müsbətə çevirəcək. Bir də mənfi hal kimi baxsaq, olacaq belə. X kvadratı bərabərdir mənfi, yəni həmin modulun ifadənin mənfisini yazırıq. Bu da bizə verir mənfi 1 üstəgəl 2x kvadrat. Bu x kvadratını sağa atsaq, mənfi 1 də sola atsaq, 2x kvadratından x kvadratını çıxarıb, mənfi 1 də sola getsə müsbət 1. X kvadratı bərabərdir 1, x də bərabərdir plus minus 1. Buradan da mənfi 1-dən 1 tapdıq. Bunların da hasılı bizə verir mənfi 1. Demək, buradan hasılı mənfi 1 tapmışıq. Yuxarıda isə 3-də 1 tapmışıq. Bunların da bir-birinə vuranda bütün köklərin hasılını tapmış olur. Bu deyil, müsbət 3-də 1. Cavabımız olur D variantı. 87 də bunun eynisidir. Bunu da bir dənə yazaq. X kvadratı bir dəfə demək modla müsbət kimi baxaq. 2 çıx 3x-in kvadratı. Burada olacaq demək mənfi 3x kvadratını atsaq sola. Olacaq x kvadratı üstəgəl 3x kvadrat bərabərdir 2. 4x-in
kvadratı bərabər 2, x-in kvadratı bərabər 2 böl 4. İxtisar getdi 1 böl 2. X də bərabərdir plus minus 1 böl kök altında 2. Bunların hasilini tapsaq, ya da hasil axırı taparıq. Bir dəfə də mənfi kimi baxaq. Demək, x kvadratı bərabərdir mənfi 2 çıx 3x kvadratı kimi baxsaq, olur x kvadratı bərabərdir mənfi 2 üstəgəl 3x-in kvadratı. Bu da kvadratı sağa mənfi 2-ni sola atsaq, 3x kvadratı çıx x kvadrat, bu da müsbət 2. Alanda 2x kvadratı 2-dirsə, x kvadratı bərabərdir 1. X də bərabərdir plus minus 1-ə. 4 kökümüz var. 1 böl kök 2, mənfi 1 böl kök 2, 1, bir də mənfi 1. Bunların da hamısının hasili müsbət 2-də 1'dir. Cavabımız oldu D variantı. 88-də A-nın hansı qiymətində bu tənliyin həlli var? Demək, tənliyin əvvəl növünü araşdırırıq. Görürük ki, kök altı ifadədir. Özü cüt dərəcəli kökdür. Birincisi deyirik ki, cüt dərəcəli kök olduğuna görə A-nın nəticəsi müsbət olmalıdır, ya da 0 olmalıdır. Deyirik ki, A böyük bərabər 0-dan. Bu birinci şərti qoyduq. İkinci şərti də qoymaq üçün belə edirik. 0-dan böyük bərabər ya A-dır, ya da D-dir. Burada əslində qiyməti yerinə qoyub yoxlamaq olar ki, 2 ödəyir yoxsa yox. 2 qoysaq, 2 vur 2, 4, 4 çıx 4, o da 0 verir. Amma bunlar 2-ni götürməyiblər. Yaxşı. Bizə A-nın qiymətini soruşur da. 4 çıx 4, 0 verir. O da bizə ödəmir. Yaxşı. Başqa nə qoya bilirik? Başqa hər tərəfi kvadrata yüksəldib tənliyi həll etməyə çalışırıq. Olur, kvadrat kök apardı, oldu 2 modul x çıx x-in kvadratı bərabərdir A-nın kvadratına. Bundan qabaqki tənliklərdə demişdik ki, əgər misalın içində modul x və x kvadrat varsa, x kvadrat elə modul x-in kvadratı deməkdir. Onda biz buna belə baxaq. 2 modul x çıx modul x-in kvadratı bərabərdir a kvadratı kimi baxaq. Sonra kvadratı müsbət olması üçün bunları sağ tərəfə ataq. Olacaq müsbət modul x-in kvadratı çıx 2 modul x üstəgəl a-nın kvadratı bərabərdir 0-a. Buradan da belə deyək, bir diskriminant işləyək. Diskriminant bərabərdir b kvadratı çıx 4ac. Tənliyin həlli olması üçün diskriminant 0-dan böyük olmalıdır. Ya da 0-dan böyük, daha doğrusu bərabər olmalıdır. Yəni bir kökü də ola bilər, 2 kökü. Əsas odur ki, tənliyin bir həlli var. İndi bizdə burada yazaq a-mız 1-dir, b-miz mənfi 2-dir, c-miz də a kvadratıdır. Yerinə qoysaq, mənfi 2-nin kvadratı çıx 4 vur a vur, c-nin də yerinə a kvadrat qoyur. Böyük bərabər 0 olmalıdır. Bu da olur 4 çıx 4a kvadratı böyük bərabər 0. 4a kvadratını sağa atsaq, kiçik bərabərdir 4. A kvadratı da kiçik bərabər 4, 4-ə bölsək 1. A kvadratı 1-dən kiçik necə işləmək lazımdır intervalda? Əvvəla 1-i ata bilərik sol tərəfə. A kvadrat çıx 1, kiçik bərabər 0. 1-in də başına kvadrat yazsaq, olur a çıx 1, bir də olur a üstəgəl 1. Kiçik bərabər 0. Bunların da hər birini 0-a bərabərləşdirib köklərini tapsaq, a-nı bir dəfə 1 taparıq, bir dəfə mənfi 1. 2 dənə kökümüz var. İntervalda göstərəndə mənfi 1, 1, ikisini də için doldururuq. Çünki bir kiçik bərabər işarəsi var. Qapalı mötərizə olmalıdır. Sonra aralıqlarımızı, işarələrimizi qeyd eləməliyik. Müsbət. Niyə müsbətlə başladıq? Çünki a kvadratın işarəsi müsbətdir. Kvadratın işarəsi mənfi olsa, mənfi ilə başlayacaqdım. Sonra növbələşdiririk. Mənfi və müsbət. Bizdən də kiçiyi soruşduğuna görə 0-dan kiçik olmaq mənfi aralıq deməkdir. Mənfi aralığı şəkilləyirik. Burada alındı isə mənfi 1-dən 1. Gedirik əvvələ qaydırıq ki, əvvəldə də a böyük bərabər 0 olmalıydı. Bunu gətirib bura calasaq, yəni həmin şəkildə onu da göstərsək, bunu yaşılla göstərək, 0-dan böyük bərabər 0-da alır,
və 0-dan böyük bərabər. İkisinin də kəsişdiyi yer oldu 0, 1 aralığı. 0-dan 1-ə kimi. Cavabımız oldu D variantı. 89. Bu şərti ödəyən M həqiqi ədədini tapın. Deməli, burada biz gördük ki, uşaqlar, birinci kökün altında hər ikisində 4 var. 4'ü ortaq çıxartsaydıq, kök altında 4 çıxartmalıdır. Kök altında 4'də nə demək bizdə? 2 deməkdir. Bir dəfə yazaq. 2 vurulsun, kökün altında qalacaqdır. 1 üstəgəlsin, 1 böl n. Üstəgəl. Buradan kök 9'u çıxartsaydıq, belə yazın, başa düşək. Kök 9 da 3 deməkdir. Yəni 3'ü çıxartdıq, qaldı yəni də 1 üstəgəl 1 böl n. Buradan da 25'i çıxartsaydıq, kök 25'dən də 5 çıxacaqdır. Olacaq 5 vurulsun, yəni də 1 üstəgəl 1 böl n. Bərabər 30. Burada eyni köklər olduğuna görə əmsallarını toplayırıq. 2, 3, 5 topladıq, oldu 10 ədəd 1 üstəgəlsin 1 böl n. Bərabər 30. 30 ilə 10 ixtisarləsək 1 üstəgəl 1 böl n kökün altında bərabərdir 3. Bundan sonra kvadrata yüksəldirik ki, kökdən azad olaq. Olur 1 üstəgəlsin 1 böl n bərabərdir 9. Onda 1 böl n bərabərdir 9 çıx 1 bizə verir 8. 1 böl n 8 isə n də onun tərsi olacaq 8-də 1. Cavabımız olacaq D variantı. Maraqlı sual idi. 90. 90'da isə 2 modul verilib, amma burada çıxması 0 verir. Deməli, biz burada bu tip misallara diqqət edirik ki, biri xəttidir, bayaq biri xətti, biri kvadrat. Daha doğrusu ikisi də modulların xətti tənliyi olurdu. Biz onu yüksəldirdik kvadrata ya da birinin sağdakı müsbət, bir dəfə də mənfi kimi baxırdı. Burada isə uşaqlar baxırıq ki, biri xəttidir, biri isə kvadrat tənlikdir. Bu kvadrat tənliyi vuruqlarını ayırsaq, bu x çıx 2-dən burada alınma, yəni şansı ola bilər. Ona görə yoxlayırıq. Birinci yazaq x kvadrat çıx 5x. Birinci bunu yoxlayırıq, bərabər 0. Viet teoreminə görə köklərinin cəmi müsbət 5, köklərinin hasili müsbət 6 olan ədədləri axtarırıq. Bu ədədlər 2 ilə 3'dür. Deməli, bizim tənliyimiz x çıx 3, x çıx 2 kimi vuruqlarına ayrıla bilir. Ona görə biz bunu gətirib, belə yazsaq, 2 vur, misalda yazılır, modulda x çıx 2 minus. Bizim ifadəmiz modulda olduğuna görə biz bunları modulda yazmalıyıq. Yəni, adi mötərizədə yox. Sonra buradan baxırıq ki, ortaq vuruq varsa ortaq çıxartmalı. X çıx 2 hər ikisində iştirak edir. Ona görə x çıx 2-ni mötərizə xaricdən çıxardıb, bir dənə mötərizə açırıq. Birinci qaldı 2 çıx, digərindən qaldı modul x çıx 3. Və mötərizəmizi bağlayıb bərabərləşdiririk sıfıra. Hasil sıfıra bərabər olduğu üçün hər bir ifadəni sıfıra bərabərləşdiririk. Birinci modulumuzu x çıx 2-ni sıfıra bərabərləşdirdik, x-i tapdıq 2. İkinci dəfə isə mötərizənin içində nə görsək, yəni 2 çıx modul x çıx 3-ü bərabər eləyir sıfıra. Bu modul x-in qabağı mənfidir, atacaq sağa olacaq müsbət modul x çıx 3 bərabərdir 2-yə. Demişdik ki, modul tənliklərdə əgər sağ tərəf müsbətdirsə, burada 2 tənlik işləməliyik. Bir dəfə x çıx 3-ə 2 deyəcəm, bir dəfə x çıx 3-ə mənfi 2 deyəcəm. Onda x bərabər olur, 2 üstəgəl 3 5 olur. Bir dəfə də mənfi 2 üstəgəl 3 x bərabərdir 1 olur. 3 kökümüz var, 2, 5, 1. Bizdən soruşur ki, tənliyin köklərinin cəmini tapın. Köklərinin cəmi də 2 üstəgəl 5 üstəgəl 1. Cavab oldu 90 nə idi? 2, 5, 9, 2, 5, 7, 8 daha doğrusu. 8. Deməli, köklərinin cəmi oldu 8. Bəs 91 necə işləyəcəm? 91-də isə yenə diqqətlə baxsa görürük ki, kök x kvadrat plus 11 var. Burada isə adi x kvadrat plus 11 var. Bu sanki bunun kvadrata yüksəldilmişidir. Yəni, mən buradakı ifadəni kök x kvadrat plus 11-in kvadratı kimi yaza bilərəm.
Və demişdik ki, verilən misalda hər hansı bir ifadənin özü və kvadratı varsa, orada t əvəzləməsi aparmaq olar. Yəni biz burada kök x kvadrat üstəgə 11-ə bir dənə t deyərik. Onda ifadəmiz olacaq t-nin kvadratı plus t 42-ni sola atsaq çıx 42 bərabərdir 0-a. Burada da baxırıq ki, tənliyin çevrilmiş kvadrat tənlikdir. Viyer teoreminə görə köklərinin cəmi, yəni t1 üstəgəl t2 gəlirik t-nin əmsalına baxırıq. 1-dirsə biz -1 götürürük. Hasili isə -42-dir. Bunlar da -7 ilə 6-dır. 2 dənə kökümüz var. Bu bizim t1-imizdir, bu da bizim t2-imiz. Biz də t ilə nəyə əvəz eləmişdik? Kök 6 ifadəni. Birinci yazırıq ki, kök altında x kvadratı üstəgə 11 bərabərdir -7. Bu tənliyi həll eləməyə dəymir, çünki kvadrat kök mənfi ola bilməz. Boş çoxluq yazıb ikinciyə keçirik. X kvadratı üstəgə 11 kökün altında bərabərdir 6. Bunun indi hər iki tərəfini yüksəldirik kvadrata, olur x kvadratı üstəgə 11 bərabərdir 36. Kvadrat kökü apardı çünki. X kvadrat da bərabərdir 36-dan 11-i çıxdıq. Qaldı 25. X də bərabərdir plus minus 5-ə. Bizdən soruşur ki, tənliyin kökləri cəmini tapın. Burada plus minus 5 almışıq. -5 ilə də müsbət 5, yəni əks hərfdən cəmi bizə 0 verər. 92 də eynisidir. Özünüz işləyəcəksiniz. 92 eynisi oldu. Ona görə 93-ü eləyək. 93-də tənliyi həll edin. Burada yenə baxdıq ki, uşaqlar. 93-də baxırıq ki, yenə hasil 0-a bərabərdir. Mötərizələrin hər birini 0-a bərabərləşdirsək, olacaq bizdən x minus 1 bərabərdir 0, x bərabərdir 1. Bir kökümüzü tapdıq. Sonra digər mötərizədə. Burada x-ları vuranda üstlər toplanılacaq. Olacaq x üstü 2-də 1, üstəgəl 2-də 3, üstəgəl 1. Sonra üstəgəl 27 bərabər 0. Üstləri toplayanda 2-də 1 ilə 2-də 3 bizə verir 2-də 4. 4-ü 2-yə bölsək 2, üstünə də 1 gəlsə 3. X-in kubu bərabərdir 27-ni sağa atsaq -27. X də bərabərdir -3 olar. İndi burada biz demək, bir kök, bir də -3 tapmışıq. Bir kökü onsuz da ödəyib, -3-ü kök olaraq götürməyəcəyik. Çünki mənfi ədədin üstündə kəsr qüvvətə baxılmır. Bizim də x-imiz mənfi ədəd ola bilməz. Ona görə cavab olaraq yalnız 1-i götürürük. 94 də eynisidir. 95-ə baxaq. 95-də tənliyin kökünü tapın deyir. Köklü ifadələr olan misallarda birinci köklərə şərtimizi verək. Burada birinci kökə şərt versək, 5 çıx x böyük bərabər 0 olmalıdır. Digərində x çıx 3 böyük bərabər 0 olmalıdır. Belə aşağıda 3 çıx x böyük bərabər 0 olmalıdır. Ki bunlar müsbət ya da 0 hal ola bilər. İndi burada baxırıq ki, x kiçik bərabərdir 5. Burada isə x böyük bərabərdir 3. Burada isə x kiçik bərabərdir 3 olar. İnterval üzərindən göstərsək, bir çoxluğumuz göstərir ki, 3-dən böyük bərabər olsun. Digəri göstərir 3-dən kiçik bərabər olsun. Və bir də göstərir ki, 5-dən kiçik bərabər olsun. Hər üç bərabərsizliyin kəsişdiyi yer görünür ki, 3 nöqtəsidir. Yəni 3 hər üçünün bərabərsizliyi ödür. Ona görə elə cavabımız olacaq 3. Amma yenə də 3 yoxlamağımız məsləhətdir. 3 qoysaq, gəlin misalda qoyaq. 5-dən 3 çıxanda 2, 5-dən 3 çıxanda kök altında 2. Üstəgəl 3-dən 3 çıxsaq 0, 0-da nəyə vursaq elə 0 alınır. Aşağıda 5-dən 3 çıxsaq kök altında 2, üstəgəl 3-dən 3 çıxsaq 0. Alındı 2 kök 2 böl kök 2, kök 2-lər gedəndən sonra həqiqətən də cavabımız 2 qalır. Yəni bunu bu tip misalları bu cür bərabərsizlik gətirməyə işləmək olar.
Gəldik 96-ya. 96-da gördük ki, sağda və solda x çıx 2 ortaq vuruq var. Vurma var arada. Ortaq vuruqları ixtisar eləmək olar, amma ədəd olsaydı, yəni problem yoxdur. Dəyişənli ifadəni biz ixtisar eləyəndə bunu mütləq kənarda sıfıra bərabərləşdirib kökünü tapırıq. Yəni x bərabərdir 2 olsaydı, o hər iki tərəf 0 olardı və bərabərlik ödənərdi. Ona görə dəyişənli ifadələri ixtisar eləyəndə mütləq onu kənarda sıfıra bərabərləşdirib kökünü tapıb, yəni lazım kökü tapıb saxlamaq. O bizə lazım olacaq. Sonra yerdə qaldı kök altında x kvadrat çıx 2x çıx 8 bərabərdir 4. Bunu həll eləmək üçün hər iki tərəfi kvadrata yüksəldirik. X kvadratı çıx 2x çıx 8 bərabərdir 16. Buradan da x kvadrat çıx 2x çıx 16 ilə sola atacaq. Çıx 16 bizə verər mənfi 24. Viyyət təliminə görə cəmi müsbət 2, hasili mənfi 24 verən ədədlər. Bu da 6 və mənfi 4-dür. 2 dənə də kökümüz buradan var. Bizdən soruşur ki, tənliyin həqiqi köklərinin cəmini tapın. 6 ilə mənfi 4 onsa kökdən tapmışam. Bir dənə kənardan tapdığımız 2-ni kökün altında yoxlamalıyıq. Kökün altında 2-nin kvadratı çıx 2 vur 2 çıx 8. Və baxırıq ki, bizə verir 4 çıx 4 çıx 8. 4-dən 4 çıxdı 0, o da eləyir mənfi 8. 2 kökün altındakı ifadəni ödəmədiyinə görə 2-ni atırıq. Əlimizdə qalır yalnız 6 və mənfi 4. Bunların da bizə cəmi soruşur. 6-nın üstünə mənfi 4 gəlsək, bu da bizə verəcək müsbət 2. Cavabımız olacaq 2. 97-dir. Eynisi 98-ə baxaq. Mütləq biri köklü, biri köksüz ifadə olanda yoxlamağı yaddan çıxartmayın. Burada isə x 98-də daha doğrusu. Yenə də hasil 0-a bərabər olduğuna görə həm mötərizəni, həm də kökü 0-a bərabərləşdiririk. Olur onda x kvadratı çıx 49 bərabər 0. X kvadrat bərabər 49, x bir dəfə 7-dir, bir dəfə də mənfi 7-dir. 2 kökümüz buradan gəldi. Gedir digərini işləyirik. X kvadrat üstə gəl 2x çıx 48 bərabər 0. Kvadrat təyin olduğuna görə, viyyət teoreminə görə cəmi mənfi 2 verən, hasili isə mənfi 48 verən ədədləri axtarırıq. O da 6 və mənfi 8 olar. 2 dənə kök buradan gəldi. Və dedik ki, kökün altından tapılmayan kökləri yoxlamaq lazım. 7-ni və mənfi 7-ni yoxlayaq. Kökün altında yerinə qoysaq 7-ni, olacaq 49, üstə gəl 2 vur 7 çıx 48. Bu da bizə verir 49 üstə gəl 14 çıx 48. 49-dan 48 çıxanda 1, üstə 14 gəlsə kök 15. Müsbət hal olduğuna görə götürürük. Mənfi 7-ni qoysaydıq olacaqdır 49 çıx 2 vur mənfi 7 çıx 48. Onda olacaqdır 49 çıx 14 çıx 48. Bu da bizdə verəcəkdir. 49-dan 48 çıxsa 1, 1 çıx 14. O da bizə verir kökün altında mənfi 13. Demək, mənfi 7 bizim kökümüzün altındakı ifadəni müsbətə çevirə bilmədi. Qaldı əlimizdə 7, 6, bir də mənfi 8. 7 ilə 6, 13. 13-dən də 8 çıxsa bizə verər 5. Cavabımız oldu 5. 99-da yenə eynisiz. Keçirik 100-ə baxaq. 100-də isə uşaqlar təmliyi həll edilir. Kökləri görürük düzdür. Birdən-birə sıfıra bərabərləşdirə, daha doğrusu kvadrata yüksəldə bilmirik. Biz ən yaxşısı burada birinci baxırıq ki, mötərizənin içində də, çölündə də eyni ifadə var. Bunu vurub açmaq daha yaxşıdır. Paylamaq qanununa görə birinci ədədidə, ikinci ədədə mötərizənin xaricindəki ifadəyə vuraq. Birinci 1-i vursaq, 1 üstə gəl x olacaq, 1 üstə gəl kök altında x. Sonra ortadakı işarəni yazırıq, minus. Sonra ikinci ifadəni çöldəki ifadəyə vuranda, baxırıq eyni ifadəni eyni ifadəyə vururuq. Eyni ifadəni də eyni ifadəyə vuranda həmin 1 üstə kök altında x-in kvadratı yaranır. Kvadrat da kökə apardığına görə sadəcə
1 üstəgəl kök altında x mötərizə yazırıq ki, qarışmasın. Bərabərdir 2 çıx kök altında x-in. Burada alınır ki, 1 üstəgəl kök altında x mötərizəni açaq. Mənfi təsir etsə çıx 1 çıx kök altında x bərabər 2 çıx kök altında x-ə. Kök x-lər getdi, qaldı 1 üstəgəl kök altında x bərabərdir 2, mənfi 1 sağa atsaq plus 1 bərabərdir 3-ə. Burada da kökdən yəni azad olmaq üçün həm sağı həm solu kvadrata yüksəldirik. Olur kvadrat kökü aparır 1 üstəgəl kök x bərabər 9, kök x bərabərdir 9-dan 1-ni çıxsaq 8. Yenə kökdən azad oluruq. Ta ki x tapana qədər kök x apardı, oldu x bərabərdir 8-in kvadratı 64. Demək ki, x burada 64 demiş. 101 də eynisidir. 102-yə baxırıq. 102-də bəs nədir məsələ? Baxaq görək, tənliyin həqiqi köklərin cəmini tapın. Burada ortaq vurub çıxarda bilirik. Tutaq ki, x-i çıxartsaq. Qalacaq x çıx 6 vur kökün altında 7 çıx x. Sağda da x var, onda bunun vurğuları ayırmaq olar. Kvadrat tənliyi vurğuları ayırmaq üçün kənarda yazaq. X kvadrat çıx 7 üstəgəl 6-nı necə ayıraraq? Cəmi 7 verən, hasili 6 verən ədədlər. 6 ilə 1. Onda mən bunu x çıx 6, x çıx 1 kimi yaza bilərəm. Baxırıq, sağda solda həm x var, x-lər aparırıq, həm x çıx 6 var. Bayaq dedik ki, dəyişənli ifadəni ixtisar edəndə mütləq onu kənarda sıfıra bərabərləşdirib kökünü tapıb qoyuruq. X bərabər 0, bir də x çıx 6-nı apardığımıza görə buradan x-i 6 tapırıq, kənara qoyuruq. Gəlin, yerdə nə qaldı? 7 çıx x bərabərdir x çıx 1-ə. Kökdən azad olmaq üçün hər iki tərəfi yüksəldirik kvadrata. Kvadrata yüksəltdik 7 çıx x bərabərdir x kvadrat çıx 2x üstəgəl 1. Alanda x kvadratı mənfi x-i sağa atsaq, olacaq müsbət x, mənfi 2x-lə toplananda olacaq mənfi x. 7 də sağa getsə, 1-dən 7 çıxanda mənfi 6. Buradan tapıraq ki, kökləri cəmi müsbət 1, hasili mənfi 6 verən ədədlər. Bunlar da 3 ilə mənfi 2-dir. Demək, 2 kök buradan tapmışıq. 2 kök buradan tapmışıq. 2 dənə də kök 6 ilə 0-ı tapmışdıq. Baxaq görək. Bizdən köklərinin cəmini soruşur. Əvvəla kökləri yoxlayırıq uşaq kökün altında. 3 qoysaydıq. Baxaq ödəyər. Kök altında 7 çıx x. Deməli, ifadəmiz belədir, axırıncı ifadəmiz. X çıx 1-ə. Burada 3 qoysaq, 7 çıx 3. Eləyər kök altında 4, 2 çıxar. Sağda da 3-ü qoysaq 2 eləyər. Sağla sağ 2 ilə 2 bərabər. 3-ü götürürük. Mənfi 2-ni də yoxlayaq. Kök altında 7 çıx mənfi 2. Bu bizə verir 7 üstəgəl 2, 9, o da 3 verir. Amma sağ tərəfinə qoysaydıq, yəni bu misalda buradan tənlik işləmişdik çünki. Mənfi 2 qoysaq, mənfi 2 çıx 1 bizə mənfi 3 verir. Demək, solda 3 almışıq, sağda isə mənfi 3 almışıq, ona görə bərabərlik ödənmədi. Bərabərlik ödənmədiyinə görə mənfi 2 kökünü atırıq. Demək, bizim əlimizdə var idi 0, üstəgəl 6, bir də var idi 3. Cəmi olacaq 9. 103 də eynisidir. 104-ə baxaq. 104-də nə istəyir? Tənliyin böyük kökünü tapın. 104-də mötərizəni müxtəsər açmaqda olar. Amma diqqətlə baxaraq deyir ki, bu da x üstəgəl 2-dir, bu da x üstəgəl 2-dir. Necə ki, bayaqki misallarda deyirdi ki, modul x-in kvadratı ilə modul x-in kvadratı kimidirsə, burada da x üstəgəl 2-nin kvadratının yerinə modul x üstəgəl 2-nin kvadratı yazmaq olar. Bunları da sağa atsaq, ya da atmadan işləyə əvvəlcə. Demək, üstəgəl 3. Hələ ki, biz mötərizəni modulunu ifadə eləmişik. Burada yenə modul x plus 2-nin özü və kvadratı olduğuna görə, biz özü burada yazın, bütün misallarda şamil eləmək olur. Özü və kvadratını
gördüyünüz ifadə varsa, onu t əvəzləməsi eləyəcəksiniz. T yazsaq, onda olur t kvadrat bərabərdir 2t üstəgəl 3. Buradan kvadrat tənliyi həll eləyək. T kvadratı çıx 2t çıx 3 bərabər 0. Cəmi 1, hasılı mənfi 3 olan ədədlər. Cəmi 2 daha doğrusu, hasılı mənfi 3 olan ədədlər bizdə olacaq. Demək, 3 ilə mənfi 1. Gətir yerinə qoyuruq. Bir dəfə deyirik ki, modul x üstəgəl 2 t əvəzləməsi aparmışdıq. Bərabərdir 3. Burada sağ tərəf müsbət olanda 2 tənliyi həll edirik. X üstəgəl 2 bir dəfə yazırıq 3. Bir dəfə də x üstəgəl 2 yazırıq, mənfi 3. Burada olur 3 çıx 2 bərabərdir 1. Burada isə mənfi 3 çıx 2 bərabərdir mənfi 5-ə. 2 dənə kök buradan tapdıq. İkinci hala da baxırıq. İkinci halda x üstəgəlsin 2-ə. İkinci kökümüz mənfi 1-i veririk. Modulun cavabı mənfi ola bilməz. Ona görə də burada cavab olur boş çoxluq. 2 dənə kökümüz var. Bizədir ki, tənliyin böyük kökünü tapın. Tənliyin də böyük kökü müsbət 1 götürərəm. Mənfi 5 kiçik kök olacaq. Müsbət 1 isə böyük kök. Burada bizdə kiçikdir. Bizdən də böyük soruşduğuna görə mən müsbət 1-i götürdüm. Burada cavab oldu 1. Gəldi 105-ci suala. 105-də bizə deyir, P-nin hansı qiymətində bu tənliyin 3 kökü var. Tənliyin deyəndə siz həmişə tənliyin növünə baxın uşaqlar. Tənliyin növü kvadrat tənliyidir. Ümumiyyətlə, belə bir qayda yazaq ki, ax kvadrat üstəgəl bx üstəgəl c bərabər 0. Kvadrat tənliyin içində modulu varsa, nə vaxt 1 tane kökü, nə vaxt 2, nə vaxt 3 kökü olur. Qısa burada modulu yazaq. Şərtləri qeyd edək. Əgər mən 3 kökə görə daha doğrusu yazaq hələ ki, bizim misalda 3 kökdən danışır. A-sı müsbət olmalıdır, B-si mənfi olmalıdır, C-si də gərək ki 0 olar. Bu 3 şərt ödəndikdə bu 3 şərt ödəndikdə biz deyə bilirik ki, kvadrat tənliyin 3 kökü var. Amma x-i nə? Gərək ki, modulun içində olar. İndi bizim bu misalda 3 kök olması üçün belə yazaq ki, bir qeyd, özür üçün qeyd. A-mız onsuz da müsbətdir. B-miz də görürük ki, mənfidir. Qalır C. C də bizdə 2 çıx P-dir. 2 çıx P-yə 0 deyirik. P də bərabər 2. Yəni, tənliyin həll yolu asandır. Amma gərək ki, bu qaydanı bilək. 3 kökü olması üçün. 106-da da yenə tənliyin 3 kökü var. A-mız onsuz da müsbətdir. B-miz onsuz mənfidir. Bir dənə C istənir. Buranın 0 bərabər eləyəcəyiz. 107-yə baxaq. 107-də A-nı müsbət verib. B-nin yerinə isə dəyişənli ifadə verib. Ona biz şərti qoyuruq ki, 0-dan kiçik olmalıdır. Və dedik ki, C-miz də, yəni sərbəst ədədimizdə müsbət olmalıdır. Daha doğrusu 0 olmalıdır. İndi burada ikisini də işləyək 107-də. 106 sizə qaldı. Deməli, modul x-in qarşısındakı b-yə, yəni modul x-in qarşısında bizə durub indi m kvadratı çıx 7m üstəgəl 10. Buna kiçik 0 şərti verməliyik. Bir də m kvadratı çıx 10 m üstəgəl 24-ə bərabər 0 şərti verməliyik. Birinci tənliyimizi həll edək. Viet teoreminə görə cəmi 10, hasili müsbət 24 verən ədədlər 6 və 4-dür. Gəlirik bərabərsizlik işləməyə. Bərabərsizlikdə yenə kök tapmalıyıq. Cəmi 7, hasili 10 verən ədədlər 3 yox, daha doğrusu 5 ilə 2-dir. Bərabərsizliyi həll etmək üçün interval qurulduq. 2 və 5. İntervalımızı qurduq. Demək, kvadratın qarşısındakı işarəyə baxırıq. Əgər kvadratın qarşısındakı işarə müsbətsə, sağ tərəfə müsbət yazıb, sonra növbələşdiririk. Və məndən 0-dan kiçik isə, yəni mənfi aralıq istəyirsə, mənfi hissəni ştrixləyirəm. Və baxıram, cavablarda 6 tapmışdım və 4 tapmışdım sağda. Bunlardan hansı bu aralığa daxildirsə onu götürürəm. Gördüyünüz kimi 4 bu aralığa daxildir. Ona görə də 107-də cavab olaraq 4-ü götürürük. Yəni, istəsəz bu ikinci
daha doğrusu birinci bərabərsizlik işləmə edə bilərsiniz. Neyniyəsiniz uşaqlar? Sağdakı tənliyi həll edib 6, 4 taparsınız. Sonra deyirsiniz, gətirib yerinə qoyub yoxlayaram. 6-nı yerinə yoxlasaydınız, baxın. 6-da, o zaten 36 çıx, 7 vur 6, üstəgəl 10. Bu da eləyəcək 36 çıx, 42, üstəgəl 10. Toplayanda 56, daha doğrusu 46. 46-dan da 42 çıxanda olacaq 4. Müsbət ədəd alınacaq. Bizdə amma şərtdə dedik ki, B gərək nə olsun? 0 ola. Yəni 0-dan kiçik ola, yəni mənfi ola. Amma 4 qoyanda baxın ödəyəcək. 4-ün kvadratı çıx 7 vur 4, üstəgəl 10. 4-ün kvadratı 16, çıx 28, üstəgəl 10. 16 ilə 10 eləyəcək 26, 28 ilə çıxanda mənfi 2. Həqiqətən də bizə lazım olan B-mizi mənfi tapdıq. Ona görə 4 götürürük. Yenə deyirəm, ya interval kimi işləyəcəksiniz, ya da elə bayaq kimi C-ni, yəni sərbəst hədisəni 0-a bərabərləşdirib gətirib yerinə qoyuruq. Hansı ki, cavabı mənfi alırıq, belə həmin kökdə cavab olaraq götürməliyik. 109. 108 sizə, 109-u isə mən burada eləyəcəm sizin üçün. 109-da uşaqlar dedik ki, misalların içində modullu ifadədə görəndə ona bir müsbət kimi, bir də mənfi kimi baxa bilərik. Burada indi baxırıq ki, birinci müsbət kimi baxaq. X kvadratı çıx 9x üstəgəl 18-in kvadratı bərabərdir. Müsbət kimi baxsaq, elə x çıx 5 kimi çıxacaq moduldan və x çıx 5-də aşağıda yazarıq. X çıx 5-dən x çıx 5 getdi 1, 1 çıx 1, 0. Demək, baxırıq ki, mötərizəli bir ifadənin, yəni kvadrat tənliyinin kvadratının cavabı 0-dır. Əgər mötərizənin cavabı 0-dırsa, onda onun içindəki ifadə də gərək ki, 0 ola. Çünki 0-ın kvadratı 0 verir. Buradan da baxırıq ki, nə soruşur bizdən? Tənliyin həqiqi ədədlər çoxluğunda həll edin. Cəmi 9 verən, hasildə 18 verən ədədlər. Bu da 6 və 3. 2 dənə kökü buradan tapmışıq. İndi bir dənə də axtarırıq. X kvadratı ikinci hala baxırıq. X kvadratı çıx 9x üstəgəl 18 bərabərdir. Bu dəfə modula mənfi kimi baxırıq. Yəni mənfi mötərizədə x çıx 5. Yəni mötərizənin qarşısına sadəcə mənfi atdım. Burada x çıx 5 yazıram, çıx 1. Burada x çıx 5-lər gedir. Qalır sadəcə yuxarıda mənfi 1. Burada çıx 1 də var. Cavabımız oldu mənfi 2. Mötərizənin üstündə kvadrat var idi. Hansısa bir ifadənin kvadratı mənfi ədəd verə bilməz. Ona görə buradan kök tapmaq olmur. Demək, yuxarıda yalnız köklərimiz 109-cu sualda 6 və 3 idi. İndi burada biz şərt vermişdik ki, şərtdə burada mütləq qeyd etməliyik. Şərtdə nə vermişdik birinci? X çıx 5, yəni modula müsbət vermişdik. Yəni böyük bərabər 0 şərti vermişdik. Onda x də böyük bərabərdir 5-dən. Buna görə şifahı yox, yazılı formada göstərək. Yəni tapdığımız x 5-dən böyük olmalı. 5-dən böyük olan kökdə burada 6-dır. 3 ödəmir. Burada da şərt vermişdik ki, x kiçik bərabərdir, gərək 5 ola. Burada x ümumiyyətlə tapmaq olmaq deyə seçim edə bilmədik. 5-dən böyük olan kökümüz də 6. Cavabımız oldu 6. İndi 110-cu suala baxırıq. 110-da da yenə diqqətlə baxırıq uşaqlar. Bir dəfə müsbət, bir dəfə mənfi verməliyəm modula. Burada birinci şərtdən başlayaq. Birinci şərt verir ki, x böyük bərabər 4 olsun, yəni müsbət olsun. Burada bir dəfəli yazmayın, belə yazaq. X çıx 4. Yəni modulun içi böyük bərabər 0 olmalıdır. Onda x də böyük bərabər olmalıdır 4-dən. Gətirib yerinə qoyuruq. X vur, x çıx 4 bərabərdir x kvadrat çıx 30. Vurub açanda x kvadrat çıx 4x bərabərdir x kvadrat çıx 30. Kvadratlar getdi. Mənfi 4x bərabərdir mənfi 30. X də bərabərdir. Mənfi 30-u mənfi 4-ə böləndə müsbət 7,5. Tapdığımız 7,5 görə şərt ödəyir. Şərt beləyir ki, 4-dən böyük bərabər olmalıdır. Ödədiyinə görə mən bunu kök kimi götürürəm. Sonra keçirik ikinci hala. İkinci halda isə hansı şərt verəcəm? X çıx 4 kiçik bərabər sıfırlarına baxmalıyıq. Burada da x kiçik bərabər olur 4-dən. Demək, indi
mənfi halına baxsaq, x çıx 4-ün mənfi formada yazılır. Yəni, x vur mənfi, qabaqda baxın, mənfi yazıram, x çıx 4 kimi yazıram. Bərabərdir, x kvadratı çıx 30. Bu da x vurulsun, ya da bir dəfələrcə, x-i vurduq mənfi x-ə, oldu mənfi x-in kvadratı, x-i vursaq mənfiyə, orada da mənfi 4-ə vursaq, plus 4x olar. Bərabərdir, x kvadratı çıx 30-a. Mənfi x kvadratını sağa açsaq, olur 2x kvadratı, 4x-ni sağa açsaq, çıx 4x, çıx 30-da sağda qonşuda. Hər tərəfi 2-yə bölsək, hər tərəfi 2-yə böləndə alınır, demək, x kvadrat çıx 2x çıx 15, bərabər 0. Cəmi müsbət 2, hasili mənfi 15 verən dəftər. 5 ilə mənfi 3-dür. 2 də kök buradan var. Şərtimiz də o idi ki, 4-dən kiçik bərabər olmalı. 4-dən kiçik şərtini ödəyən mənfi 3-dür. Demək, mənfi 3-ü kök kimi götürürük, amma 5 4-dən kiçik olmadığına görə 5-i götürmürük. Demək, birincidən tapmışdıq 7,5, ikincidən tapmışdıq mənfi 3. Köklərinin cəmini soruşur. Mənfi 3 üstə gəl 7,5, cavabımız olur 4,5. Yəni, şərt verəndə şifahi yox, yəni şərtli qeyd edib nəzərə almalıyıq. Sonra maraqlı suallardan biri 111-dir. 111-də həm 2 dənə kök, həm 2 dənə modul var. Burada açar hissə uşaqlar haradır? Açar hissə, baxın, bu kök olan ifadədir. Biz bilirik ki, kökün içindəki ifadə həmişə müsbət olmalıdır. Və bu, əgər 8x yazıbsa, demək ki, arxanın özündəki x 0-dan böyük bərabər, yəni müsbət ədəd. Yəni, x-in şərti burada gizlənir. X müsbətsə, müsbət ədədin üstünə 3 gələndə müsbət olur. Ona görə moduldan elə x-də gəl 3 yazılır. Eyni ilə də x-ə müsbət qoysaq, müsbətin üstünə 3 gələndə yenə də müsbət qiymət alındığına görə burada da elə sadəcə x kvadrat plus 3 alınır. Burada isə x kvadratın əslində biz deyirik kvadratla kök gedir, modul x-də çıxır. X-i də müsbət şərt başa düşdüyüm ki, x müsbətdir. Ona görə modul x-dən də elə müsbət x çıxır. Yəni, bunu modulda yazmasaq da olar. Çünki onsuz x-i müsbət bilirik. Burada isə sadəcə 8x qalır kökün altında çıxa bilmir, plus bir də 6. İndi biz bunu baxsaq ümumilikdə nələr islah olar? X-larımız gedir. 3 ilə 3-ün cəmi 6 verir. Sağda da 6 var. Bunlar da gedir. Qaldı sadəcə x kvadratı bərabərdir kök altında 8x. Hər tərəfi yüksəldirik kvadrata. Kvadrata yüksəldə oldu x üstü 4 bərabərdir 8x kvadrat çünki kök apardı. Bunu da x üstü 4 çıx 8x kimi yazsaq, x-i çıxardaraq mötərizə xaricinə, qalar x kubu çıx 8 bərabərdir 0. Hasil 0-a bərabər olanda hər bir həddi 0-a bərabərləşdirik. X 0-dır. X kubu çıx 8 0-dırsa, x kubu 8-dir, x də bərabərdir, 8 də 2-nin kubudur. Deməli, bir kökümüz 0-dır, bir kökümüz də 2-dir. 111-də soruşur ki, köklərinin cəmini tap. 0 üstə gəl 2, cavabımız oldu 2. Yəni, yerinə qoy yoxlaya da bilərsiniz, yoxlama da bilərsiniz. Çünki əsas olur ki, bilirik ki, x müsbətdir, cavabımız da müsbət aldıq. 0 da qoysaq yerinə 3, 3, 6 alınacaq. Sağda da 0 qoysaq 0, 0, 6, yenə 6 alınacaq. Gəlirik 112 tipli misal uyğunluğu necə işləmək lazımdır. Uyğunluğu müəyyən edin. Deməli, x-a burada şərtlər verir. Birinci şərt deyir 0-dan kiçikdir. X 0-dan kiçikdirsə, modul x-da mənfi çıxmalıdır. Onda olacaq, birinci yazaq, x 0-dan kiçikdirsə, x kvadratı çıx 7 modul x isə, modul x-in yerinə şərt deyir ki, mənfi x qoydun. Onda belə olacaq. X kvadratı üstə gəl 7x olacaq. Üstə gəl 10 bərabərdir 0. Burada da köklərinin cəmi Viet teoreminə görə köklərinin cəmi mənfi 7, hasili müsbət 10 olmalıdır. Bu isə mənfi 5 və mənfi 2 ədədlərdir. Mənfi 5 və mənfi 2 olan B variantı. 1-ə getdi B. İkinci, x 0-dan böyük olarsa, x 0-dan böyüksə, x 7 vur
Müsbətsə elə müsbət x yazırıq. Ehtiyac yoxdur mənfi yazmağa. Üstəgəl 10. Burada da yenə köklərinin cəmi bərabərdir müsbət 7. Köklərinin hasılı müsbət 10 verməlidir Viet teoreminə görə. Bu da bizdə 2 və 5-dir. Kökləri 2 və 5 olan A variantıdır. Bir də burada belə bir söz var uşaqlar. Kökləri natural ədəddir. 2 ilə 5 həqiqətən də müsbət olduğuna görə naturaldır. Bura həm də C gedir. Üçüncü, x kvadratı çırp. Daha doğrusu burada x-ə 0 verib. X kvadrat yazmağa ehtiyac yoxdur. X yenə 0 qoyanda 0. Çıxılsın 7 vur 0. Üstəgəl 10 bərabərdir 0. Bunlar 0 elədi. Qaldı 10 bərabər 0. Baxı 10 da 0-a bərabər deyil. Burada belə bir söz var. Doğru olmayan ədədi bərabərlik alınır. Deməli, D də bizə gedəcək 3-cüyə. 13 də eynisidir. Özünüz işləyib araşdırırsınız. 14. 14 mənim ən çox sevdiyim misallardan biridir. Deyirdik ki, cüt dərəcəli mötərizə, cüt dərəcəli kök və modulların cəmi 0-a bərabər olarsa, o zaman hər bir ifadəni 0-a bərabərləşdirməliyik. Baxın, burada da yenə cəm 0-dırsa, deməli, bunların hər biri 0-a bərabər olmalıdır. Çünki başqa şansı yoxdur. Ümumiyyətlə 0 olması üçün belə əks ədədləri toplayaq. Əks ədədlərin biri mənfi olur həmişə. Nə modul mənfi ola bilmir, nə cüt dərəcəli kök, nə də cüt dərəcəli mötərizə. Ona görə bir şans qalır ki, o da ancaq 0 olmaq şansı. Ona görə biz birinci başlayaq kökün altındakindən ki, x tapa bilək. 2x çıx 6 0-dırsa, 2x bərabərdir 6, x də bərabərdir 3. X 3 tapandan sonra gətirib modulda yerinə qoyuruq. Yazırıq ki, mənfi 2 vur 3, üstəgəl 3y, bunu da 0-a bərabərləşdiririk. 3y bərabər, mənfi 2-ni çevranda mənfi 6 eləyir, sağa keçirdik, müsbət 6. Y də bərabərdir, 6-nı 3-ə böldük, 2. x3, y2. Daha görə x3, y2 olan hansı cavablardan istifadə edə bilərik? 3 vur 2, 6 eləyir Y variantı. 1-ə gedir Y. İkinciyə baxaq. Bu birinci. İkincidə yenə də başlayaq moduldan. Çünki orada bir dəyişən var. Həmişə bir dəyişənindən başlayın. 3x bərabərdir 12, x tapdıq 4. Gətirib yerinə qoyuruq. 4 üstəgəl 2y bərabərdir 0. 2y bərabərdir mənfi 4. Y bərabərdir mənfi 2. Baxa görə belə bir cavab harda var? 4-lə mənfi 2. Cəmi bizə 2 verir. D variantı. 2-yə gedir. D variantı. Başqa hansı variant var? Baxaq. Başqa hansı variant var? A ola bilməz, çünki 5-liyi yoxdur, C də deyil. Bir dənə B-ni də yoxlayaq uşaqlar. B-nin olma şansı ola bilər. Çünki 3 yoxa çıxıb burada. 3 x bölünsün 2y verib ki, bax burada mənfi 3-ə bərabərdir. Yoxlayaq. 3 vurulsun, x-in yerinə 4 qoyuram, 2 vur, y-in də yerinə mənfi 2 qoyuram. Həqiqətən 2 mənfi 2-yə vuranda mənfi 4, 4 ilə 4 gedər. İşarəmiz də aşağıda mənfi var deyə mənfi 3 ödənilir. Bura həm də gedir B variantı. Üçüncü. Yenə burada 4x çıx 8-i 0-a bərabərləşdirirəm. 4x 8 isə x bərabər 2. Və digər tərəfdə 5x üstəki 15-i 0-a bərabərləşdirirəm. 5x bərabərdir mənfi 15. Y də bərabərdir mənfi 3-ə. X-i 2, y mənfi 3 olan. Burada C uyğun gələ bilir. X-dən, yəni 2-dən çıxanda y-i, yəni mənfi 3-ü. Bu verir bizə mənfiyə toqquşur, verir müsbət 5. Həqiqətən də 5 alıb 3-cüyə gedir C. A variantı da ola bilməz. X-i y-ə böləndə 2 böl mənfi 3 alınır. A heç birinə getmədi. Belə. Digər variantların hamısını işlədik. 115. 115 başqa cür tipdə misaldır. 115-də hər birini ayrı-ayrı işləməliyik, köklü ifadələri. Birinci misal necə işləyir? Birinci misalda kök ifadəni təkləyirik. Yəni kök x üstəgəl 2-ni solda saxlayırıq. 5-i atırıq sağ tərəfə. 4 çıx 5 verir mənfi 1. Əgər kvadrat kökünün cavabı mənfidirsə, onda heç bunu həll eləməyik. Çünki kvadrat kökünün cavabı mənfi ola bilməz. Ya 0, ya müsbət olmalıdır. Deyir ki, həlli yoxdur.
Tənliyin həqiqi kökü yoxdur. 115-də 1-ə gedir B. 1 qutardı. Keçdik 2-yə. İkinizdə isə baxırıq ki, kökün altındakı ifadənin sağdakı ifadənin nə əlaqəsi var? Əlaqəsi olmasa kvadrata yüksəldəcəm. Əlaqəsi varsa, demək ki, baxıram ki, mən kökün altındakı ifadəni 2x üstəgəl 1-in kvadratı kimi yığa bilərəm. Bu da bizə kvadratla kök gedəndə modulda 2x üstəgəl 1 verir. Bərabərdir, cavabda 2x plus 1 verir. Burada da yenə də modulun şərtinə görə, əgər modulun içindəki ifadə olduğu kimi çıxıbsa, biz buna şərt verməliyik ki, müsbət ya da sıfıra bərabər halıdır. Yəni, sıfırdan böyük və ya bərabər olanda öz olduğu kimi çıxır. Sıfırdan kiçik və ya sıfıra bərabər halındasa bu işarələr dəyişilməlidir. Amma burada işarələr dəyişilməyir. İndi bundan sonra baxırıq ki, 2x üstəgəl 1 böyük bərabər 0, 2x də böyük bərabərdir mənfi 1, x də böyük bərabərdir mənfi 1 böl 2. Mənfi 1 böl 2-dən, yəni cavab belə olur, mənfi 2 ilə 1-dən müsbət sonsuzluğa qapalı mötərizə. Çünki bərabər şərti qoyulmalıdır. Onda mənfi 2 ilə 1-dən başlayıb böyüyürəmsə, ən kiçik köküm mənfi 2 ilə 1 olur. Demək 2-yə gedir C. Və bir də belə bir söz var burada. Tənliyin sonsuz sayda kökü var. Həqiqətən də sonsuzluğa kimi gedirik. Bura gedir həm də A. Üçüncüyə baxaq. Üçüncü tənlikdə nə istəyir? Üçüncü tənlikdə hasil 0 olduğuna görə bir dəfə x üstəgəl 5 bərabər 0 tapırıq ki, mənfi 5. Bir dəfə də kökün altındakı ifadəni 0-a bərabərləşdiririk. Onda x kvadratı müsbət 16 olur. Onunla müsbət 4 və mənfi 4 çıxır. Dediyimiz kimi hasildə kökdən tapılan köklər onsuz da ödəyəcək, amma kənardan tapılan kökü yoxlayırıq. Mənfi 5-i yoxlasaq kökün altında 16 çıx mənfi 5-in kvadratı. Bu bizə verəcək 16 çıx mənfi 5-in kvadratı 25 verir. Bu da edir mənfi 9. Kökün altında mənfi alındığına görə biz mənfi 5-i kök olaraq götürmürük. 4 və mənfi 4 götürürük. Belə bir söz var. Tənliyin böyük kökü böyük kökü 4-dür. Həqiqətən də böyük kökümüz 4-dür. Bura gedir D. Və tənliyin kökləri cəmi 0-dır. Həqiqətən 4-ün də mənfi 4 əks ədədlər olduğuna görə cəmi 0-dır. Həm də bura gedir Y. 116 eynisi öz-öz işləyərik. 117-yə baxaq. Görək nədir? 117 uşaqlar eyni Venn diaqramında A ilə və B ilə bu tənliyin kökləri çoxluğu işarə edilib. B üstəgəl C üstəgəl M vur N ifadəsinin qiymətini soruşur. Biz bunu tapmaq üçün B, C, M-ni tapmalıyıq. Necə tapılır? Onu izah edək. A ilə hansı tənlikdən danışır uşaqlar? X kvadratı üstəgəl BX üstəgəl C bu tənlikdən danışır. Düzdür? Bizə də baxırıq ki, A dairəsində hansı X-lar var? 5 var, bir də 3 var. Burada bir dəfə 5, bir dəfə 3 yerinə qoyub işləyə bilərik və yaxud da vuruqlara da ayıra bilərik. Bizdən asılıdır. Ya da belə deyək ki, burada diyet də işləyə bilərsiniz. Məsələn, kökləri cəmi x1 üstəgəl x2 mənfi B verilməlidir. x1 vur x2 də C verilməlidir. İndi gətirib yerinə qoyuruq. 5 üstəgəl 3 bərabərdir 8. O da bərabərdir mənfi B. Onda B-ni tapırıq mənfi 8. Burada da hasilini tapmalıyıq. 5 vur 3 bərabərdir C. C də bərabərdir 15. Bu hazır. B ilə C-ni tapdıq. Gedirik digər M-ni tapmaq üçün. Burada isə B çoxluğunda 3 ilə 7-dir. Yəni 3 7-dən istifadə edilməlidir. Burada kvadrat tənliyi olmadığına görə diyet edə bilmirik. Yerinə qoyacağım. Bir dəfə deyəcəm ki, modulda 3 çıx M bərabərdir N-ə. X-ə bir dəfə 3 qoyduq. Yazaq buradan. Bir dəfə X-ə 7 qoyuram. Deyirəm modul 7 çıx M bərabərdir N. Sistemə gətirirəm. Sistemə gətirəndə deyirik ki, sağ tərəflər eyni olduğuna görə, bərabər olduğuna görə sollar da bərabər olmalıdır. Yəni 3 çıx M modul bərabər olmalıdır 7 çıx M-ə. Burada da necə eləyə bilərik? Kvadrata yüksəltmək ya da dediyimiz kimi sağ tərəfə bir müsbət ya da bir dəfə mənfi kimi baxa bilərik. Olur 3 çıx M. Bir dəfə müsbət kimi baxsaq, görürük ki, M-lər gedir. 3 bərabər 7 qalır. Burada doğru olmayan ədədi bərabərlik alır. Bunu atırıq gedir.
Bu birinci hal. Bir dəfə də mənfi kimi baxırıq. Yəni 3 çıx n bərabərdir. Yerlərini dəyişir. O zaman n çıx 7 olur. Çünki mənfiyə vuranda işarələr dəyişdirilir. Bu mənfi n sağa gedəndə olur 2n. Mənfi 7 sola getsə 3 üstə 7 bərabərdir 10. Onda n bərabərdir 10'u 2'yə bölsək 5. M-i 5 tapdıq. M-i 5 tapandan sonra gətirib yerinə qoyuruq. Deyirik ki, tutaq ki, burada hansını da irəli qoya bilərsiniz. Deyirik ki, modulda 7 çıx 5 bərabərdir n. 7-dən 5 çıxanda n də bərabərdir 2. Və misalımızı işləməyə verili şərti yerinə qoymağa gedirik. B üstə gəlir, bizə belə bir şərt vermişdir. B üstə gəlsi, üstə gəl, daha doğrusu belə bir ifadəni soruşurdu. B-ni tapmışdıq yuxarıda. Göstərirəm təkrar. Mənfi 8, S-ni isə 15. Demək, yazırıq. Mənfi 8, üstəgə 15, üstəgəl M vur N. M ilə N-də 2 və 5 tapmışam. 2 vur 5. Mənfi 8 ilə 15 toplasaq, müsbət 7. Vurmanı yerinə yetirsək, müsbət 10. 7-nin də üstünə 10 gəlsək, cavabımız olar 17. Bax, 117-ci sual bu cür işlənir. Yəni, köklərdən istifadə edib, tənliklərdə B-si və M-ni tapaq, gətirib yerinə qoyuruq. 118 və 119, 18 izah edəcəm, 19-u siz özünüz sərbəst işləyərsiniz. Bəs 118 necə həll olunur? 118. 118-də bizə verib ki, modul x kvadrat çıx 4 bərabər m tənliyinin köklərinin sayı m parametrindən asılıdır. Demək, biz m-dən asılıyıq. Verilən hər bir hal üçün m-in bütün mümkün qiymətlər çoxluq və ya bərabərsizliklə göstərməklə cədvəli doldurun. Mümkün qiymətləri çoxluğu. Demək, uşaqlar, burada biz m-dən asılı olaraq, burada yazaq ki, x kvadratı çıx 4 modulda. Ümumiyyətlə, modul tənliyin sağından asılı olaraq biz nəticələrimizi dəyişə bilər. Ümumiyyətlə, müxtəlif aralıqlarda baxılır tənliklərə. Tutaq ki, biz ədəd oxum çəkək. Birinci baxaq, mənfi sonsuzluqdan 0-a qədər. Yəni, biz mənfi ədəd verə bilərik. Bu birinci aralığımız olsun. Birinci yazaq buradan. Birinci baxırıq ki, n mənfi olsun. Yəni, 0-dan kiçik olsun. Tutaq ki, bir də birinci hallarımızı yazaq, sonra ikinci. Birinci halımız 0-dan kiçik ədəd olacaq. İkinci 0-ın özünü götürəcəm. M-ə 0 verəcəm. Üçüncü hal 0-dan böyük olmalıdır. Amma hara qədər ilk olaraq? Baxırıq, sərbəst həddimiz burada 4-dür. 4-ə qədər götürürük. Demək, 0-dan üçüncü halımız M-imiz olsun 0-dan böyük, 4-dən kiçik. Dördüncü hal 4-ün özünü də götürməliyik. Yəni, M-ə 4 verməliyik. Və 5-ci hal 4-dən müsbət sonsuzluğa qədər. M böyükdür. Daha doğrusu promo belə yazaq. M böyükdür 4-dən. Bax, bunları araşdıracaq görək 5 hala. Birinci hal buradır. İkinci hal 0-ın özü. Üçüncü hal aralığıdır. Dördüncü hal 4-ün özüdür. 5-ci halda yenə də 4-dən sonraki vəziyyət. Birinci M 0-dan kiçik bir ədəd götürək. Məsələn, M-ə verək bir dənə, tutaq ki, mənfi 2. Görək misal necə həll olunacaq. Modul x kvadrat çıx 4 bərabərdir mənfi 2. Buradan görürük ki, modulun cavabı mənfidir. Modulun cavabı mənfidirsə bu tənliyi işləməyə dəyməz. Deyirik ki, tənliyi kökü yoxdur, boş çoxluqdur. Deməli, M 0-dan kiçik olan halı yazmalıyıq. Tənliyin kökü yoxdur yerinə. Tənliyin həqiqi kökü yoxdur. Birincidə yazırıq ki, N kiçikdir 0-dan. Sonra M-ə 0 şərti veririk. Yazırıq ki, modulda x kvadrat çıx 4. Mən burada hər dəfə dairəyə alım. Bərabərdir 0 versək. Necə həll edərdik? X kvadratı çıx 4 bərabərdir 0. X kvadrat bərabərdir 4. X də bərabərdir plus minus 2. Burada 2 dənə kök tapdıq. 2 həqiqi kökü olan yerə n bərabərdir 0 yazmalıyıq.
İndi 0 ilə 4 arasından bir qiymət verək. Məsələn, m-ə verək 3 tutaq ki, 3 versək olacaq modul x kvadrat çıx 4 bərabərdir 3. Sağ tərəfə müsbət ədəd verəndə 2 tənli işləyirdi. Bir dəfə x kvadrat çıx 4 bərabərdir 3. Bir dəfə də x kvadrat çıx 4 bərabərdir -3. Bu tənlikləri işləməliyik. Bunları işləyəndə olacaq x kvadratı bərabərdir 7. X də bərabərdir kök 7 və mənfi kök 7. Burada da x kvadrat bərabərdir. 4'ü sağa atsaq -3 üstə gəl 4, o da 1 verər. Kvadratı 1'dirsə, x bir dəfə müsbətdir, bir dəfə də -1'dir. 2 kök buradan tapdıq, 2 kök buradan. Demək 4 dənə kök tapdıq. M-in 0-dan 4 olan halına qədər. 4 həqiqi kök olması üçün M böyük olmalıdır. 0-dan kiçik olmalıdır 4'dən. İndi M-ə 4 versəydik, M-ə 4 versəydik, olacaqdı x kvadratı çıx 4 bərabərdir 4. Burada da yenə 5 halını hələlik silək. Burada olacaqdı yenə də 2 dənə hal. Bir dəfə x kvadratı çıx 4 bərabərdir 4. Bir dəfə x kvadratı çıx 4 -4. X kvadratı burada 4'ü sağa atsaq 8. X bərabərdir plus minus kök altında 8. 2 dənə kök buradan gələcəkdir. Burada isə -4 ilə -4 gedir 0. X-də bir dənə 0 tapırıq. 2 kök buradan, 1 kök buradan, buradan 3 kök tapacaqdıq. Burada bayaq yazaq 4 kök tapmışdıq. 3 kök olan yerə tənliyin 3 müxtəlif həqiqi kökü var. Yazırıq hansı şərt idi? M bərabərdir 4 halı. Və bir də 5-ci halımız qalmışdı ki, M 4'dən böyük olsun. 4'dən böyük də bir dənə tutaq ki 5 verək. 5 verəndə M-ə 5 verəndə olacaq modulda x kvadratı çıx 4 bərabərdir 5. Bu səfər yenə sağ tərəf müsbətdir. 2 hal işləyəcək. Yazacaq x kvadrat çıx 4 bərabərdir 5. X kvadratı çıx 4 bərabərdir -5. Bu iki tənliyi həll edib nəticəsinə baxaq. Oldu x kvadratı bərabərdir. -4 sağa keçdi, oldu -9. Buradan çıxdı -3, bir də -3. 2 kök buradan gəldi. X kvadratı bərabərdir -5, -4 sağa keçəndə -4, -5 ilə 4'ü cəmləsək -1. X kvadratı -1 aldıq. Burada da deyirik ki, kvadratın nəticəsi mənfi ola bilməz, ona görə boşluqluq. Demək, buradan biz 2 dənə kök tapdıq. 2 kök sözü haradaydı? 2 həqiqi kökü var. Bura yenə yazmalıyıq. M böyükdür 4'dən. Demək, bizdən də M-in mümkün qiymətlərini soruşurduq, cədvəl doldurduq və bu şəkildə də bitiririk. 119'da M-i siz özünüz də, demək, bir dəfə nə verəcəksiniz? M kiçik 0, M bərabər 0, M demək, M böyükdür 0'dan sonra 0 ilə 4 arasında, 0'dan, indi burada 4 deyil, 9'dur. 0 ilə 9 arasında baxacaqsınız, 9'a baxacaqsınız, bir də 9'dan böyüklərə baxacaqsınız. 5 hala baxıb, yəni deyəcəksiniz ki, hansına gedir. Nümunələr işləyib, qiyməti də istənilən verə bilərsiniz. Məsələn, 9'dan böyük deyəndə, mən məsələn buradan 4'dən böyük 5 vermişəm, siz 6 da verə bilərsiniz, 7 də istənilən nümunəni verə bilərsiniz. Belə uşaqlar, demək, modul və irrasional tənlikləri də bitirdi. İnşallah qaldı bir mövzumuz, tənlik qurmaq və məsələ həlli. Onu da növbəti videoda çəkib paylaşacağım. Sağ olun, salamat qalın. Nəsə fikriniz, sözünüz olsa, rəylər bölməsində yazmağı unutmayın. Sağ olun, salamat qalın.